Azərbaycan mətbəxində elə bir yemək var ki, adı çəkəndə hamının ağlına ailə, sevgi, bayram gəlir. Bu milli yeməyimiz plovdur. Salam usta, sən bizə bu şah plovunun sirrini açıqlayarsan? Salam, hər vaxtınız xeyir olsun. Düyünün özəlliyi ondadır ki, Azərbaycan plovunun hər bir dənəsində, hər bir iş prosesində həqiqətən əziyyət tələb eləyir, sevgi ilə olan iş həqiqətən dadlı olur. Ona görə Azərbaycanın milli mətbəxi ona görə daha üstündür ki, bizim yeməklər daha seçilmiş düyülər və yaxud da ət məhsullarıdır. O da bölgəyə olan Allahın verdiyi nemətlər əsasındadır ki, bizim bütün məhsullarımız daha keyfiyyətli olur. Sizə artıq bütün bed restoranını bürüyüb. Bu qoxunun sirri nədir? Bayaq bildirdiyim kimi, həqiqətən düzgün düyü seçimi, düzgün yağ və zəfəran. Baxın, bu süfrə təkcə yeməklə bol deyil. Azərbaycanın qonaqpərvərliyinin, birliyinin rəmzidir. Hər pay plovda həm vətən var, həm ailə var, həm sevgi var. Bedi restoranında hazırlanmış plov Azərbaycanın şah əsəridir. Gəlin bu dadı birlikdə yaşayaq.